Əhmədova Aysel İlham qızı. Beyləqan rayonu Qəhrəmanlı qəsəbəsindən anadan olmuşam. Beyləqanda qalıram. Özüm işləmirəm, gözdən əliləm. Gözüm görmür, zəifdir gözlərim. Atam işləmir, anam işləmir. Atam belə ara işlərinə gedir. Hal-hazırda ailədə 5 nəfərik. Bir qızım var, bir oğlum. Oğlum 3-cü sinif şagirdidir. Qızımı imkanım çatmır məktəbə qoymağa. Mən də istəyərdim mənim balam oxusun. Qızım 2018 təvəllüddüdür. Yəni məcburiyyət qarşısına qoya bilmirəm. Qızım 2 dəfə də gözdən əməliyyat olubdur. Yəni xahiş edirəm, mənə köməklik eləyin. Artıq dərəcədə sizə yalvarıram. Bir il özümə sosial düzəltmişdim və 6 ay aldım o sosialı. 7-ci ayında getdim, pul vurulmadı, kartıma gəlmədi və mən dedilər ki, siz ailə tərkibatda səhv məlumat vermişsiniz. Sosialımı avtomatik dayandırdılar, amma ailə tərkibatda xeyr, heç də elə deyildi, düz məlumat vermişdim. Və atam onda çobançılıqda işləyirdi. Anamla, atamın sığınacağında qalırdım və qalıram da hal-hazırda. Xahiş edirəm, mənə köməklik eləyin, sizə yalvarıram. 2 uşağım var. Göz qabağındadır uşaqlarım, özüm. Özüm də dediyim kimi, heç yerdə özüm də işləyə bilmirəm. Vallah, billah. Yəni, özüm də araşdıra bilərsiniz. Özümün də gözdən zəifəm. Yəni, neyniyim? Xahiş edirəm, köməklik eləyin.